Azərbaycan qanunvericiliyinə əsasən avtomobil hərəkətdə olduğu zaman sükan arxasında sürücülük vəsiqəsi olan məsul şəxs mütləq şəkildə olmalıdır. Avtomobil avtopilot rejimdə hərəkət etsə belə sükan arxasında sürücü yoxdursa, bu qanun pozuntusu sayılır və avtomobil sahibi məsuliyyətə cəlb oluna bilər. News 24 az bildirir ki, bu sözləri Axaraz açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov sürücüsüz idarə olunan avtomobillər barəsində danışarkən deyib. Ekspertin sözlərinə görə Azərbaycanda avtopilot texnologiyasının tətbiqi prinsipi etibarilə mümkündür və bunun qarşısında duran əsas maneə hüquqi çərçivənin yenilənməməsidir. Sadəcə qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir, onsuz da gec-tez bu sistem Azərbaycanda da olacaq. Yaxın gələcəkdə Bakı şəhərində sürücüsüz avtomobillərin hərəkətini görə biləcəyik deyə ekspert vurğulayıb. Eldəniz Cəfərov onu da əlavə edib ki, dünyada bu texnologiya artıq geniş tətbiq olunur və sürücüsüz avtomobillər əsasən taksi xidmətlərində və yük daşımalarda istifadə edilir.